Salam. Bugün sizlerlə bərabər nə edirik? Bugün biraz özümüz haqqında danışacağıq. Yəni daha çox məlumatlandırıcı bir video olacaq. Dostlar, bizim şu anda bir şey demək istəyirəm ki, bizim böyle bir izləyici sayımız yoxdur. Ona görə təxminən bir aya falan sual-cavab videosu çəkmək istəyirəm. Amma bunun üçün suallar lazımdır. Əslində başqaları sual-cavab videolarını deyirlər və 2 gün falan çəkirlər. Amma bizim o qədər də böyük bir izləyicimiz olmadığına görə təxminən bir aya falan çəkmək istəyirəm. Ona görə suallar yığmaq istəyirəm. Yoxsa bizə çox sual gəlməyəcək. Yenə də deyirik ki, bizə nə qədər sual gəlsə çalışacağıq ki, hamısına cavab verək. Olsa böyük ehtimal hamısına verəcək. Çünki bizə çox sual gələcəyini sanmırıq. İstəyənlər istədiyi qədər sual verə bilər. Bəli, yəni istədiyiniz sualları verə bilərsiniz. Gərsək yaxud da oyunda falan. Biz hamısını cavablandırmağa çalışacağıq. Bəli dostlar, biz başlayaq. Mən istəyirəm ki, kanalı necə açdığımız haqqında danışım. Biz bu kanalı belə açdıq. Biz ikimiz Cheong'la oturmuşduq və Queen'in videolarına baxırdıq və çox maraqlı gəlirdi bizə. Bu arada biz böyük bir Queen fanıyıq, çox xoşlayırıq onu. Onun da kanalına abunə olun. Yəni biz ona baxaraq bu kanalı açmaq qərarına gəldik və bu gün şeyə baxdım, Queen'in videosuna. Çox maraqlı idi. Keçmişə getdikləri videoya və ondan çox əvvəlki videodur. Amma çox maraqlı videodur da. Yəni böyle hər bölümünə baxdım. 1-ci bölümdən 5-ci bölümə qədər bir gün içində. Və 5-ci bölümün axırı məni çox duyğulandırdı. Açıq o Queen'in əvvəlki halı kanalını silmək istəyirdi. Bəli dostlar, onları yəni şu anda bizdə yaşamışıq. Çünki mənim əvvəllərdə kanalım olub. Yəni o necə istəyir, biz onu bilirik. Və o video bizi duyğulandırdı. Mən belə dedim ki, biz bunu bacaracağıq. Biz də başdan başlayıb Queen kimi yerlərə gələcəyik. Çünki yəni şu anda bizim 16-17 abunəmiz yoxdur. Queen'in də nə vaxtsa 16-17 abunəsi olub. O birdən-birə 2000-ə falan çıxmayıb ki. O da başda belə şeylər yaşayıb. Bəli dostlar, əslində belə demək istəyirəm ki, biz bu yola başlayanda Queen'dən əsinləndik və məncə Queen çox yaxşı bir TikTokerdir. Məncə videoları çox maraqlıdır. Bəli, yəni biz onu çox xoş sevirik. Çox belə böyük bir izləyicisi. Baxırıq ona, xoşlayırıq onu. Yəni maraqlı idi o videodakı şey, duyğulanmağımız. Həm də ağlamağa xoş gələn bir insan deyilik ikimiz də, amma yəni duyğulanmışdıq onda, çox ağlamırıq biz. Biz çünki həmişə sırtıq. Bəli. İndi şey deyəcəyim. İndi biraz da özümüz haqqında məlumat vermək istəyirik. Üzümüzü göstərmək haqqında demək istəyirəm ki, 100 abunə olduqda üzümüzü göstərə bilərik bəlkə. Amma yəni tam dəqiq demirəm. Sadəcə olsaq, bilmirəm, böyük ehtimal göstərərik. Çünki bizim üçün bir problem yoxdur. Sadəcə yenə də indidən çox tez olduğuna görə göstərmirik. Ona görə. Yəni bizim nə olsa fanlarımız var, nə də antilərimiz var da, yəni nə link yeyirik, nə də yaxşı şey, yəni yorum falan gəlir də bizə. Amma yəni böyük ehtimal antimiz belə olsa mən sevinərəm ki, bizi izləyən biri var falan. Yəni də fanlarımız, nə bilim, fanım olsa çox sevinərəm. Fan ümumiyyətlə insanı sevindirir. Həm də YouTuberluq yaxşı bir şeydir məncə. İnsan YouTuber olanda həyatda həm yaxşı şeylərin, həm də pis şeylərin olduğunu başa düşür. Məsələn, bir nə qədər yaxşı yorum gəlirsə, bir o qədər də pis yorum gəlir. Şu anda mənə nə yaxşı yorum, nə də pis yorum gəlmir. Çünki yəni açığı bizə şu anda heç biri gəlmir. Çünki heç tanınmırıq. Amma yəni böyük ehtimal biz də tanınmaq istəyirik. Biz niyə tanınmaq istəməyək ki? Bəli. Belə deyim, şu anlıq
Böyle bir şey. Böyle bir şeydim. Ben. Bu arada dostlar, biz biraz özümüz şəxsi məlumatlar və məlumatlandırmaq istəyirik. Bəli dostlar, bu arada oyunda mənim adım Danieladır. Qısacası Dani. Dostlar, bu kanal mənim kanalımdır. Sadəcə biz belə ortaq videolar çəkirik. Əgər bilmirəm nə vaxt istəsə Çenyong da özlüyünə kanal aça bilər. Yəni Çenyong nə vaxt istəsə həmişə kanal aça bilər. Onsuz amma hələ ki açmaq ağlında varmı, yoxmu bilmirəm. Çenyong, kanal açmaq istəyirsən? Açıq hələ bilmirəm, amma baxaram. Bəlkə açaram. Bəli dostlar. Əgər Çenyongun kanal açmağını istəyirsə yorumlara yazın. Bu arada bir şey demək istəyirəm ki, Çenyongla biz çox oxşuyuruq bir-birimizə. Bəli dostlar, çox oxşar xasiyyətlərimiz var. Ona görə də yəni şu anda biz əstava eləmişik Çenyongla. Həm də eləmişdik, o da şeydi. Mənim evin dizaynını Çenyong eləyib. Çenyongu mənim otağımı seçəndə hətta otağımı 5 dəfə falan söküb təzədən eləmişdik. O çox yorucu bir şeydi. Mən niyə yorulmuşdum, onu bilməm. Mən heç yorulmamışdım. Əslində bütün yük Çenyonga düşmüşdü onda. Mən niyə yoruldum, onu heç özüm də bilmirəm. Çenyong ondan nələr seçmişdi. Ay vay. 4 mərtəbənin hamısını o dizayn eləmişdi və hər şeydən 2 dənə, çünki 2 nəfərik. Bu arada dostlar, bizim ilk videomuz, ev turu videomuz 400-dən çox baxış alıb. Biz dəhşət sevinmişik. Yəni inana bilmirdik də. Biz artıq bunu eləyə biləcəyimizi belə bilmirdik. Amma qısa bir müddətdə bu qədər olmuşuqsa, məncə bir ilə falan böyük ihtimal tanınarıq. Tanınarıq deyəndə, yəni 100 abunə falan olmuş olaraq. Əslində bir tərəfdənsə demək istəyirəm ki, gec olaq. Çünki yəni həm çətinlikləri görmək, həm də ki, yaxşılıqları görmək məncə doğru bir fikirdir. Ona görə belə bir fikir daha yaxşıdır mənim fikrimcə. Hər şey dostlar, uzatmayayım və keçim o bir şeyə. Bizim ən oxşar nöqtələrimizdən biri kimi də böyük bir K-pop fanıyıq. Dostlar, biz K-popu çox xoşlayırıq. Və hər zaman, yəni bizim evdə K-pop musiqisi çalmadığı vaxt yoxdur. Yəni səhər duranda qoşuruq yatana qədər. Hətta biz aşağı düşürük geyinmə otağımıza və makyaj otağımıza. Orada belə makyaj eləyəndə 5 saat qulaq asa bilirik də musiqilərə. Genəlliklə bir dəfə mənim istədiyim, bir dəfə onun istədiyi və yaxud ortaq istədiyimiz mahnılar. Bəli dostlar, K-pop fanıyıq. İkimiz də çox oxşuyuruq bir-birimizə ona görə. Bəli dostlar, hansı qrupları xoşlayırıq soruşsaz, birinci Çenyong desin. Enhypen, Stray Kids. Amma belə bir şey demək olar ki, mən o biri videoda hamısını saymışdım. Bəli. Bəli. Ona görə yəni məncə Çenyong sayıb, əgər ilk videomuza baxmamışsınızsa, buradan da baxış oldu ilk videomuza. İlk videomuzdan baxıb hamısını başa düşə bilərsiniz. Amma ən sevdiyi Stray Kids'dir. Dostlar, mən deyə bilmirəm, sonra şey olur. Mənim ən sevdiyim qruplar Cat's-Eye, Blackpink, Islet, Lissarfan. Bilmirəm, çoxdur əslində. Mən də genəldə qız qruplarını, Çenyongsa oğlan qruplarını xoşlayıram. Yəni məsələn, Cat's-Eye mən çox xoşlayıram. Yəni hərəmizin belə bir bayıldığı qrup var. Sonra davamınca elə sevdiyimiz qruplar gəlir, bitmir bizim xoşladığımız qruplar. Elə xoşlamadığımız qrupda yoxdur. Biraz qrupları xoşlamırıq. İndi böyük ihtimal manifanlar falan bizə şey eləyəcək.
Məsələn, manifesti biz mahnıları çox yaxşıdır. Əlbəttə, mahnıları çox gözəldir. Çox başarılı bir qrupdur. Bir il ərzində belə bir şey eləmək çox yaxşı bir şeydir. Sadəcə tək bir xoşlanmama səbəbimiz var ki, yəni özgüvənləri var. İnsanda özgüvən olması çox yaxşı bir şeydir. Sadəcə o qədər də başqalarını aşağılayıcı bir formada olması yox. Blackpink enerjisiz dedilər, Sueda dedi daha doğrusu. Amma belə mən də böyük bir Hilal fanıyam bu arada. Hilal, Zoktay, Hilze'yi, daha doğrusu mən Hilze'yi fanıyam. Chaeyoung da Zoktay'ı xoşlayır qrupdan. Bir dənə Zoktay'ı tanıyır. Onun belə mahnılarına bayılıram mən. Başqa bəyənmədiyimiz qrup daha çox özgüvən olması, yenə də deyirəm, çox yaxşı bir şeydir. Sadəcə başqalarını aşağılamaq üçün yox. Yəni özgüvəni olub da başqalarını aşağılayanlar yox. Xoşlayırıq onları da, əlbəttə. Hamının yəni gözəl mahnılar var. Hər qrup ümumiyyətlə çox başarılı bir qrupdur. Sadəcə yenə də özgüvən aşağılama artıq biraz o qruplara sevgimiz azalda bilir, amma yenə də biz o qrupları xoşlayırıq. Məsələn, hər qrupdan bir binasımız var hamımızın. Məsələn, biz belə manifestdən mən Hilal'di, Chaeyoung'da Zoktay'dı. Aura Chaeyoung bilmirəm, tam baxırım yoxmu. Mənimki məsələn Aslı'dır, çox xoşlayıram Aslı və Suzi. Yəni belədir. Və bizim də mənim ən böyük xəyalım daha doğrusu şeydir. Ən böyük xəyalım birincisi şu anda 100 abone olmaq. 100 abone olmaq ən böyük xəyalımdır. Bir dənə də var Manonun Katsa'ya geri dönməsi. Belə qrupdan ayrılan hamının qrupa geri dönməsi. Chaeyoung, nə xəyallarım var? Şu anda da ayrıca bir şey yoxdur. Bəli dostlar, biz yəni nə istəyək, heç nə istəmirik şu anda. Görsün nə yaxşı insanları. Bəli dostlar, şu anda mən sizə bir şey demək istəyirəm. Bu evi tikmək anımızı anlatmaq istəyirəm. Tamına 5-6 saatimiz var. Çünki hamısını başdan ayağa biz eləmişik. Yəni hətta bu otağa bilmirdik neyniyək. Sonradan ağlımıza belə bir fikir gəldi. Çox sevindik bu fikri götürəndə. Yenə də dizaynla Chaeyoung eləyib. Mən heç bir şey eləməmişəm. Həmişə kim. Bəli dostlar, İranə sinirəm. Da niyə sinirəməyib? İndi mən şey haqqında danışmaq istəyirəm ki, bu kanalı açmağa razıyıqmı, deyilmiyim? Kanalı mən açmağa çox razıyam. Yəni mən açığı bunu məhz insanlar baxsın deyə yox, baxsalar sevinərəm əlbəttə. Bir hobi olaraq eləyirəm. Chaeyoung, bəs səncə? Məncə də kanal açmaq yaxşı bir fikirdir. Bəlkə mən də kanal açaram. Bəli dostlar. Chaeyoung'un kanal açmaq istəyirsə abunə olun. Abunə olun, abunə olun. Nə qədər çox abunə şeylərsiniz, Chaeyoung'un kanal açması daha da artar. Açma səviyyəsi daha da artar daha doğrusu. Bir türlü danışa bilmədim. Biz əslində belə baxdığımız bütün youtuberların fanıyıq deyə bilərik. Hamısını çox xoşlayırıq. Mənim ən bayıldığım Queen-i bu arada. Səhər durandan yatana qədər ona baxıram. Hətta bir şey deyim, mən otağımda bir şey göstərdim sizə. Biz kameranı alabilirim. Mənim otağımda burada şeydir. Bəzən oturam burada baxıram. Bəzən burada planşetimdə baxıram. Bəzən telefonumda baxıram. Bəzən də belə yatanda uzanaram ya da sabahlayanda bilmirəm. Otururam kompüterdə baxıram. Bəli, çox baxıram yəni. Mən elə çox YouTube'da gəzişəm. Bəli dostlar. Videomuz bu qədər idi deyə bilərik. Yoxsa başqa nəsə qaldı danışmadığımız.
Daxmadığımız təsdiqatlı yorumlara yazarsınız. Biz onlar haqqında ayrı bir video çəkərik. Əgər bu videonun ikincisini gəlməyi istəyirsinizsə, bu videoya cəmi 20 baxış gəlməlidir. Gəlməsə o biri video çətin gəlsin. Ona görə bu videoya baxın. Baxın. Bu arada 20 baxış, 10 bəyəni. 10 bəyən çox oldu. 20 baxış olsun. 3 də bəyən olsun. 3. 5-dən düşürdüm 3-ə. Və 3 bəyəni və 20 baxış gəlsə bu videonun ikincisi gələcək. Açığı videolar çəkmək bizə də çox maraqlıdır. Videonu bəyəndisə like atmağı, kanala abunə olmağı unutmayın. Yorum yazsanız da biz çox sevinərik. Çünki yorumlarınız bizim üçün çox dəyərlidir və hamısını təkcə oxuyuruq. Sağ olun.